Hər kəsin sabahı xeyirli olsun. Səhər saat 5-dir. Oyandım ki, tur boyu çantamda nələr olacaq, bunları sizə göstərim. Hansı ki, mənim üçün ən vacib əşyalar bunlardır. Deməli, burada tripodlarım var. Həm kiçik tripod, həm böyük tripod, ikisini də yanımda gəzdirəcəm yan tərəfdə. Insta 360-ımdır, olmazsa olmaz çubuğudur. Buradakı çantada mənim gimbalım var. Telefonla çəkilişlərimi o gimbal vasitəsilə eləyirəm. Burada Insta 360-ın öz çantasıdır. Qorumaq üçün bu çantadan istifadə eləyəcəm. Burada gördüyünüz qara çanta mənim şəxsi əşyalarımı istifadə elədiyim, yəni qoyduğum çantadır. Ən çox yanımda gəzdirəcəyim çanta böyük ehtimal ki, bu olacaq. Çox vacibdir mənim üçün bu çanta. Burada hamının videolardan yaxından tanıdığı mənim baflarımdır. Ən çox yanımda gəzdirdiyim əşyalardan biridir. Burada instrumentlərimdir mənim, hansı ki, hər an lazım ola bilər. Hər ehtimala qarşı gəzdirəcəm. Məşhur kepkam. Nasosdur, təkərin boşalmağına, nəsə batmağına qarşı yanımda gəzdirirəm. Bu bağlantıları çadır və aparatlarını bağlamaq üçün çantanın üzərinə istifadə eləyəcəm. Yuxarı tərəfdə gigiyenik əşyalardır. Şampundur, sabundur, daraqdır, salfetkalardır, stəkan, çaynik. Burada mənim geyimlərimdir. Hamısını səliqəli şəkildə minimum yer tutacaq formada eləmişəm. Burada yağış əleyhinə olan plaşdır və çadırlarımdır. Daha doğrusu çadırımdır. Burada Decathlondan aldığım hələ istifadə eləməmişəm, sifdə olacaq. Yuxu tulumum var. Bu motosiklimiz Vogue DS 525X 2 silindir, 525 kub, maye soyutmalı, 6 pilləli sürətlər qutusu olan və ən əsas yağ olaraq North Sea yağını istifadə eləmişəm. Çünki mənə elə gəlir ki, belə səyahətlərə çıxırıqsa, maksimum yaxşı yağdan istifadə eləmək lazımdır. Çantaları açıram ki, bütün əşyaları yavaş-yavaş yığmağa başlayım yerinə. İndi isə hələlik.